Salam dəyərli izləyicilər. May ayı taleyin çarxının sürətlə döndüyü bir ay olacaq. Videoya keçməzdən əvvəl bir anons. Bir bürcümüz bu ay illərdir gizli qalan bir sirrin açıqlaması ilə şok yaşayacaq. Digər bir bürcümüz isə ayın ortasında ağlına belə gəlməyən böyük maddi qazanc gözləyir. Bu bürclərin hansı olduğunu bilmək üçün videonu sona qədər izləyin. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, bürclərin səsini qaçırmamaq və bu böyük ailənin bir parçası olmaq üçün indi abunə olun və zəng işarəsini açın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. İndi isə keçək bürclərə. Qoç. Ailədə uzun müddətdir davam edən soyuqluq qəfil bir yığıncaq və ya sevindirici xəbərlə aradan qalxacaq. Evinizdə yeni bir düzən qurmaq və köhnə əşyalardan qurtulmaq ruhunuza çox yaxşı təsir edəcək. Yaxın qohumlarınızdan birinin sizə edəcəyi etiraf münasibətləri daha şəffaf edəcək. Sevgidə may ayı sizi emosional bir sınağa çəkə bilər, amma dürüstlük bu sınaqdan qalib çıxmağınıza kömək edəcək. Subaylar üçün ayın ortasında qəfil başlayan və sürətlə inkişaf edən bir eşq macərası gözlənilir. Mövcud münasibətlərdə isə qarşılıqlı inamın artacağı romantik anlar yaşanacaq. İşdə yeni bir vəzifəyə və ya məsuliyyətli bir layihə sizə həvalə oluna bilər. Rəhbərliklə olan danışıqlarda özgüvənli olmağınız maaş artımına yol açacaq. İş mühitində gizli rəqibləriniz olsa da, peşəkarlığınız sizi ön plana çıxaracaq. Maddiyyatda gözləmədiyiniz bir mənbədən gələn pul axını büdcənizdəki boşluqları bağlamağa kömək edəcək. Köhnə bir borcun qaytarılması və ya hədiyyə şəklində gələn maddi dəstək sizi rahatladacaq. Ayın sonuna doğru böyük alış-veriş üçün əla imkan yaranacaq. Təhsildə yeni bir sahəyə marağınız oyanması gələcək planlarınızı tamamilə dəyişə bilər. İmtahanlarda və ya təqdimatlarda göstərdiyiniz natiqlik qabiliyyəti hamını heyran qoyacaq. Xarici dil öyrənmək üçün may ayı ən məhsuldar dövrdür. Sağlamlıqda enerji partlayışı yaşasanız da, əsəb sisteminizi qorumaq üçün meditasiya etməyiniz vacibdir. Baş ağrılarına qarşı yuxu rejimini tənzimləmək sizə çox kömək edəcək. Gün ərzində bol su içmək dərinin yenilənməsinə xidmət edəcək. Ayın məsləhəti. Keçmişin yüklərini çiyninizdən atın. Gələcək sizi parlaq qarşılayır. Buğa. Ailədə yeni bir üzvün qoşulması və ya evlə bağlı böyük bir dəyişiklik gündəminizdə olacaq. Doğmalarınızın sizə göstərdiyi sonsuz dəstək özünüzü daha güclü hiss etməyinizə səbəb olacaq. Küsülü olduğunuz bir yaxınınızla barışıq üçün ayın sonu ən uyğun zamandır. Sevgidə sabitlik və hüzur axtaranlar üçün may ayı əsl harmoniya vəd edir. Partnyorunuzla birlikdə çıxacağınız qısa bir səyahət bağlarınızı daha da möhkəmləndirəcək. Tənha olanlar üçün isə köhnə bir dostluğun sevgiyə çevrilmə ehtimalı olduqca yüksəkdir. İşdə sənədləşmə işləri və rəsmi məsələlərdə böyük irəliləyişlər qeydə alınacaq. Uzun müddətdir gözlədiyiniz o iş təklifi nəhayət ki masanızın üstündə olacaq. Kreativ ideyalarınız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək və bu sizə nüfuz qazandıracaq. Maddiyyatda investisiya etmək və ya daşınmaz əmlakla bağlı məsələləri həll etmək üçün çox uğurlu bir aydır. Gəlirlərinizin artması ilə yanaşı, gərəksiz xərcləri ixtisar etmək bacarığınız sizə yığım etmək şansı verəcək. Maddi durumunuz ayın sonuna doğru ən yüksək nöqtəsinə çatacaq. Təhsildə analitik düşüncəniz sayəsində ən çətin mövzuları belə asanlıqla mənimsəyəcəksiniz. Elmi araşdırmalar və ya laboratoriya işləri ilə məşğul olanlar üçün kəşf dolu bir ay olacaq. Müəllimlərinizin rəğbəti sizə yeni təqaüd imkanları yarada bilər. Sağlamlıqda boğaz və boyun nahiyəsində yaranan kiçik ağrılara qarşı diqqətli olmalısınız. Təbiət qoynunda gəzintilər və təmiz hava ağciyərlərinizin təmizlənməsinə kömək edəcək. Düzgün qidalanma vərdişlərinə qayıtmaq üçün may ayı ən doğru başlanğıcdır. Ayın məsləhəti. Öz dəyərinizi bilin və heç kimin enerjinizi sormasına icazə verməyin. Bura bir qeyd əlavə edim. May ayı
Əsl buğaların ayıdır. Enerjiniz şahlansın deyə şərhlərdə bütün buğalardan bir ürək gözləyirəm. Əkizlər, ailədə ünsiyyət problemləri yaşansa da, ayın ortasından etibarən anlaşma mühiti yenidən bərpa olunacaq. Övladlarınızın və ya kiçik yaşlı qohumlarınızın uğurları bütün ailəni bir yerə toplayacaq. Evdə təmir və ya dekorasiya dəyişikliyi etmək sizə müsbət enerji bəxş edəcək. Sevgidə keçmişdən gələn bir insanın qəfil peyda olması hisslərinizi alt-üst edə bilər. Qərar verməzdən əvvəl ürəyinizin yox, məntiqinizin səsinə qulaq asmağınız daha məsləhətdir. Subaylar üçün intellektual səviyyəsi yüksək olan yeni bir şəxslə tanışlıq gözlənilir. İşdə əzəmiyyətlər və işgüzar görüşlər ayın əsas mövzusu olacaq. Şəbəkənizi genişləndirmək və yeni insanlarla tanış olmaq sizə gələcək işlərinizdə böyük kömək olacaq. Yazışmalarda, müqavilələrdə diqqətli olmağınız, xırda detalları qaçırmamağınız önəmlidir. Maddiyyatda çoxsaylı xırda xərclər büdcənizə təsir etsə də, əlavə iş yerindən gələn qazanc balansı bərpa edəcək. Şans oyunlarında və ya onlayn ticarətdə kiçik uğurlarınız ola bilər. Maddi olaraq planlı hərəkət etsəniz, ayın sonunda xeyli miqdarda pul artıra bilərsiniz. Təhsildə diqqət dağınıqlığı yaşaya bilərsiniz. Lakin qısa fasilələrlə oxumaq sizə daha çox kömək edəcək. Yaradıcı yazarlıq və ya jurnalistika sahəsində olanlar üçün ilham dolu bir ay olacaq. İmtahan öncəsi hazırlıqlarınızın bəhrəsini yüksək ballarla görəcəksiniz. Sağlamlıqda əllər və qollar nahiyəsində yaranan gərginliyə qarşı masaj prosedurları faydalı olacaq. Tənəffüs yollarınızı qorumaq üçün allergik faktorlardan uzaq durmağınız tövsiyə olunur. Psixoloji olaraq özünüzü gümrah hiss etmək üçün hobbilərinizə vaxt ayırın. Ayın məsləhəti: hər şeyə eyni vaxtda yetişməyə çalışmayın. Fokuslanmaq uğurun açarıdır. Xərçəng, ailədə valideynlərinizlə olan münasibətlər ən həssas və səmimi həddinə çatacaq. Evinizdəki köhnə bir problemi kökündən həll etmək üçün böyük ailə şurası toplana bilər. Sədaqət və qayğı bu ay evinizin əsas qoruyucusu olacaq. Sevgidə emosional bağların gücləndiyi və gələcəyə dair ciddi vədlərin verildiyi bir dövrdür. Əgər təksinizsə, bir ailə toplantısında və ya dost məclisində ruh əkinizlə rastlaşa bilərsiniz. Münasibəti olanlar üçün nişan və ya toy hazırlıqları gündəmə gələ bilər. İşdə rəhbərlik tərəfindən çox etibarlı bir işçi kimi tanınacaqsınız və bu sizə yeni səlahiyyətlər verəcək. İş yerindəki gərginlikləri səmimiyyətinizlə yatırmaq qabiliyyətiniz hər kəs tərəfindən təqdir olunacaq. Ayın sonu karyeranızda mühüm bir imza və ya müqavilə ilə yadda qala bilər. Maddiyyatda yığım etmək və ya gələcəyə sığortalamaq istəyiniz artacaq. Ailə büdcəsinin düzgün idarə olunması sayəsində böyük bir borcun bağlanması sizi çox rahatladacaq. Maddi olaraq kimsəyə borc verməməyiniz və ya zəmanət durmamağınız məsləhətdir. Təhsildə humanitar sahələrə marağınızın artması sizi yeni araşdırmalara sövq edəcək. Kitabxanalarda və ya onlayn arxivlərdə keçirdiyiniz vaxt sizə çox dəyərli məlumatlar qazandıracaq. Təhsildə olan uğurlarınız ailə üçün qürur mənbəyinə çevriləcək. Sağlamlıqda mədə-bağırsaq sisteminə xüsusi diqqət yetirməli və ağır yeməklərdən qaçmalısınız. Duyğularınızı daxilə atmamaq, onları paylaşmaq daxili orqanlarınızın sağlamlığına birbaşa təsir edəcək. Meditasiya və su prosedurları enerjinizi yeniləmək üçün idealdır. Ayın məsləhəti: özünüzü qorumaq üçün ətrafınıza çəkdiyiniz divarları bir az aşağı salın. Sevgi gəlir. Əziz izləyicilər, bürclərin bir neçəsini tamamladıq. İndi isə sizin fikriniz mənim üçün çox önəmlidir. Kanalda daha çox hansı tipli videolar görmək istəyirsiniz? Bürclərin gizli və qaranlıq tərəfləri, sevgi və münasibət uyğunluğu, yoxsa bugün olduğu kimi hər kateqoriya üzrə ətraflı aylıq proqnozlar. Zəhmət olmasa fikirlərinizi şərhlərdə bildirin və əgər videonu bəyənirsinizsə,
Like düyməsinə basın. Hələ də abunə olmamısınızsa, mənə dəstək olmaq üçün abunə olmağın tam vaxtıdır. Şiir. Ailədə bütün diqqətlər sizin üzərinizdə olacaq və ailə üzvləri mühüm qərarlar üçün sizin rəyinizi gözləyəcək. Ev daxilində lüks və komfortu artıracaq, bəzi alış-verişlər etmək hər kəsin əhvalını qaldıracaq. Qardaş və ya bacılarınızla bağlı gözlənilməz xoş xəbərlər ala bilərsiniz. Sevgidə ehtirasın və cazibənin zirvədə olduğu bir ay sizi gözləyir. Partnyorunuzla birlikdə hər kəsin diqqətini çəkəcəyiniz məclislərdə iştirak edəcək, hər kəsi heyran qoyacaqsınız. Tənha şirlər üçün may ayı çox iddialı və yadda qalan bir tanışlıq vəd edir. İşdə rəhbərlik vəzifəsinə doğru ciddi addımlar ata bilərsiniz. Yaradıcılıq tələb edən layihələrdə imzanızın olması sizə böyük şöhrət gətirəcək. İş yerindəki rəqabəti cəsarətinizlə öz xeyrinizə çevirməyi bacaracaqsınız. Maddiyyatda şansınızın gətirdiyi bir dövrdür. Lakin hər parıldayan şeyə pul xərcləməməyə çalışın. Gəlirlərinizin artması ilə özünüzə olan güvəniniz daha da möhkəmlənəcək. Ayın sonuna doğru böyük bir investisiya üçün münbit şərait yaranacaq. Təhsildə natiqlik və sənət sahəsində olanlar üçün ən parlaq dövrdür. Səhnə çıxışları və ya ictimai təqdimatlar sizin üçün çox uğurlu keçəcək. Öyrəndiyiniz yeni texnikaları tətbiq etməkdən çəkinməyin. Onlar sizi fərqləndirəcək. Sağlamlıqda ürək-damar sisteminə və kürək nahiyəsinə xüsusi diqqət yetirməyiniz tövsiyə olunur. İdmanla məşğul olarkən həddindən artıq yük götürməməyə çalışın. Günəş şüalarından düzgün istifadə etmək D vitamini ehtiyacınızı qarşılayacaq. Ayın məsləhəti: parlamaq üçün başqalarının işığını söndürməyə ehtiyacınız yoxdur. Təbii enerjiniz kifayətdir. Şirlər, sizin enerjiniz bu ay çox yüksəkdir. Bəs siz may ayında ən çox nəyə fokuslanmaq istəyirsiniz? Böyük bir sevgi macərasına, yoxsa karyerada irəliləyişə? Cavablarınızı şərhlərdə gözləyirəm. Qız. Ailədə nizam-intizamı bərpa etmək və hər şeyi planlı şəkildə həll etmək sizi daxildən rahatladacaq. Ailə böyüklərinin sağlamlığı ilə bağlı bəzi rutin yoxlanışlar müsbət nəticələr verəcək. Evinizdə təmizlik və detoks üçün may ayı ən uyğun vaxtdır. Sevgidə xırda detallara fokuslanmaq yerinə böyük mənzərəni görməyə çalışsanız, daha xoşbəxt olarsınız. Partnyorunuzun sizin üçün etdiyi kiçik fədakarlıqları görmək münasibəti isidəcək. Subaylar üçün iş mühitində ciddi və stabil bir münasibətin təməli qoyula bilər. İşdə detallar üzərindəki ustalığınız sizə ən çətin tapşırıqların öhdəsindən gəlməyə imkan verəcək. Həmkarlarınızın səhvlərini düzəltmək və iş prosesini optimallaşdırmaqla nüfuzunuzu artıracaqsınız. Yeni bir iş təklifi alsanız, onu dərindən analiz etmədən qərar verməyin. Maddiyyatlı qənaətçil təbiətiniz sayəsində ayı mənfəətlə başa vuracaqsınız. Maliyyə planlaması etmək və lazımsız abunəliklərdən imtina etmək büdcənizi xeyli rahatladacaq. Maddi olaraq biraz daha riskli, amma ağıllı addımlar atmaq vaxtıdır. Təhsildə analitik elmlər, riyaziyyat və ya mühəndislik sahəsində olanlar üçün misilsiz uğurlar gözlənilir. Öyrəndiyiniz hər məlumatı praktikada tətbiq etmək üçün sizə üstünlük qazandıracaq. İmtahan öncəsi notlarınız bütün sinif yoldaşlarınız üçün xilaskar olacaq. Sağlamlıqda həzm sisteminizə və sinir sisteminizə xüsusi həssaslıqla yanaşmalısınız. Bitki tərkibli qidalar və yüngül yeməklər enerjinizi stabil saxlayacaq. Stresi azaltmaq üçün sevdiyiniz bir hobbiyə vaxt ayırmağınız vacibdir. Ayın məsləhəti: mükəmməllik axtarışını bir kənara qoyun. Olduğu kimi qəbul etmək huzur gətirir. Tərəzi. Ailədə sülh və harmoniya axtarışınız nəticə verəcək. Gərginliklər yerini şirin söhbətlərə qoyacaq. Evinizə yeni bir estetika gətirmək üçün bəzi dekorasiya dəyişiklikləri edə bilərsiniz. Yaxın dostlarınızın ailə üzvünə çevriləcəyi xoş yığıncaqlar gözlənilir. Sevgidə romantik balansın qorunduğu və hər iki tərəfin razı qaldığı bir dövrdür. Partnyorunuzla olan ortaq hobbi və ya bir kursa başlamaq aranızdakı bağı yeniləyəcək.
Tənha tərəzilər üçün incəsənət mühitində estetik zövqü yüksək olan bir şəxslə tanışlıq ola bilər. İşdə diplomatiya bacarığınız sayəsində ən çətin danışıqlardan qalib çıxacaqsınız. İş yerindəki ədalətsizlikləri aradan qaldırmaq üçün liderlik etməniz gözlənilir. Yeni ortaqlıqlar və ya müqavilələr üçün ayın ortası ən uğurlu zamandır. Maddiyyatda gəlirlərlə xərclər arasında qızıl ortanı tapmaqda çətinlik çəkməyəcəksiniz. Gözəllik, kosmetika və ya geyim üçün ayırdığınız büdcəni biraz aşsanız da, əlavə gəlirlər bunu kompensasiya edəcək. Ortaqlı işlərdən payınıza düşən məbləğ sizi sevindirəcək. Təhsildə hüquq, psixologiya və ya dizayn sahəsində oxuyanlar üçün çox məhsuldar bir ay olacaq. Fərqli baxış bucaqlarını müqayisə etmək qabiliyyətiniz sizi müəllimlərin gözündə ucaldacaq. Qrup işlərində hamını birləşdirən halqa rolunda olacaqsınız. Sağlamlıqda böyrək nahiyənizi qorumalı və bol maye qəbul etməlisiniz. Bel və onurğa ağrılarına qarşı yüngül gimnastika və ya yoga hərəkətləri çox faydalı olacaq. Estetik prosedurlar üçün may ayının ikinci yarısı ən düşərli vaxtdır. Ayın məsləhəti: başqalarını xoşbəxt etməyə çalışarkən öz ehtiyaclarınızı unutmayın. Əqrəb, ailədə gizli qalmış bəzi məsələlərin üzə çıxması əvvəlcə gərginlik yaratsa da, sonda dürüstlük qalib gələcək. Ev daxilindəki mülkiyyət və ya miras məsələlərində ədalətli həll yolları tapılacaq. Ailə bağlarınız sınaqlardan keçərək daha da poladlaşacaq. Sevgidə çox dərin, ehtiraslı və sirli anlar yaşayacaqsınız. Partnyorunuza olan inamınızın artması münasibəti yeni bir səviyyəyə daşıya bilər. Subay əqrəbləri üçün qaçılmaz bir cazibə qüvvəsi olan sirli bir tanışlıq gözlənilir. İşdə hər kəsin görmədiyi detalları sezmək qabiliyyətiniz sizi əvəzolunmaz edəcək. İş yerində krizisləri idarə etmək və çətin vəziyyətlərdən çıxış yolu tapmaqda sizə rəqib yoxdur. Rəqiblərinizin atdığı addımları əvvəlcədən duyaraq onları zərərsizləşdirəcəksiniz. Maddiyyatda strateji investisiyalar sayəsində böyük qazanclar əldə edə bilərsiniz. Vergi, sığorta və ya bank məsələlərində yığılıb qalmış işləriniz müsbət nəticələnəcək. Gizli saxladığınız bir maddi planınız uğurla həyata keçməsinin sevincini yaşayacaqsınız. Təhsildə araşdırma tələb edən mövzularda dərinləşmək və kəşflər etmək üçün ideal zamandır. Psixologiya, kriminologiya və ya gizli elmlərindən maraqlananlar üçün çox maraqlı məlumatlar üzə çıxacaq. İmtahanlarda intuisiyanız sizə çətin sualların cavabını tapmaqda kömək edəcək. Sağlamlıqda reproduktiv sistemə və ümumi immunitetinizə diqqət yetirməli, bədəninizi toksinlərdən təmizlənməlisiniz. Ağır qidalardan uzaq durmaq faydalıdır. Enerjinizi yeniləmək üçün su kənarında vaxt keçirmək ruhunuza şəfa verəcək. Ayın məsləhəti: gücünüz daxilinizdədir. Onu düzgün yönləndirsəniz, aşılmayacaq dağ yoxdur. Əqrəblər, daxili səsinizin çox güclü olduğu bir aydasınız. Aranızda may ayında böyük bir dəyişiklik gözləyənlər varmı? Şərhlərdə dəyişikliyə hazıram yazın. Enerjimizi birləşdirək. Oxatan, ailədə uzaq qohumlardan gələn səyahət təklifləri və ya xaricdə yaşayan yaxınlarınızla bağlı xoş xəbərlər gündəmi zəbt edəcək. Evdə fəlsəfə və gələcək planlar haqqında maraqlı müzakirələr aparılacaq. Ailənizlə birlikdə açıq havada keçirəcəyiniz pikniklər birliyinizi gücləndirəcək. Sevgidə azadlıq və macəra eşqiniz partnyorunuzla yeni yerlər kəşf etmənizə səbəb olacaq. Bir-birinizə olan inamın artması ilə münasibətdəki bütün qısqanclıqlar yox olacaq. Tənha oxatanlar üçün fərqli mədəniyyətlərdən olan bir şəxslə maraqlı ünsiyyət başlaya bilər. İşdə beynəlxalq əlaqələr və ya xarici şirkətlərlə əməkdaşlıq perspektivləri açılacaq. Öyrətmək və məsləhət vermək qabiliyyətiniz sayəsində kollektivdə nüfuzunuz xeyli artacaq. Yeni bir layihənin təqdimatında göstərdiyiniz optimizm hər kəsi ruhlandıracaq. Maddiyyatda gəlirləriniz artsa da, səyahət və təhsil xərcləriniz də eyni dərəcədə arta bilər. Lakin bu xərcləri özünüzə qoyulan investisiya kimi görməlisiniz. Maddi olaraq bəxtinizin gətirdiyi bir aydır. Gözlənilməz mükafatlar ala bilərsiniz. Təhsildə xarici dillər, dinşünaslıq və ya fəlsəfə sahəsində olanlar üçün misilsiz bilik toplama dövrüdür.
Öyrəndiyiniz hər yeni məlumat dünya görüşünüzü genişləndirəcək. Sağlamlıqda bud və ayaq nahiyəsində yaranan ağrılara qarşı aktiv hərəkətdə olmağınız vacibdir. Qaraciyərinizi qorumaq üçün ağır və yağlı qidalardan uzaq durmağınız məsləhətdir. İdman edərkən ayaqlarınızı həddindən artıq gərginliyə salmayın. Ayın məsləhəti: həqiqəti axtararkən yanınızdakıların duyğularını incitmədiyinizə əmin olun. Oğlaq: ailədə mənzil və ya daşınmaz əmlakla bağlı köhnə bir məsələ nəhayət ki, sizin istədiyiniz kimi həll olunacaq. Ailə böyüklərinin məsləhəti sizə mühüm bir qərar verməkdə yol göstərəcək. Ev daxilində nizam və disiplin may ayında hər kəsin işini asanlaşdıracaq. Sevgidə ciddi və perspektivli bir münasibətin təməlləri qoyula bilər. Partnyorunuzla birlikdə gələcəyə dair maddi və mənəvi planlar qurmaq aranızdakı sadiqliyi artıracaq. Subaylar üçün yaşca özündən böyük və ya daha təcrübəli bir şəxslə ciddi tanışlıq gözlənilir. İşdə vəzifə yüksəlişi və ya daha böyük səlahiyyətlər qazanmaq ehtimalınız çox yüksəkdir. İş yerində göstərdiyiniz dözümlülük və çalışqanlıq rəhbərliyin ən yüksək qiymətini alacaq. Karyera pilləkənlərində atdığınız hər bir addım çox sağlam və düşünülmüş olacaq. Maddiyyatda zəhmətinizin qarşılığının artıqlaması ilə alacağınız bir aydır. Yığım etmək və gələcək üçün maliyyə bazası yaratmaq planlarınız uğurla həyata keçəcək. Ayın sonuna doğru maaş artımı və ya əlavə bonuslarla bağlı xoş xəbər ala bilərsiniz. Təhsildə memarlıq, iqtisadiyyat və ya dövlət idarəçiliyi sahəsində olanlar üçün çox uğurlu nəticələr olacaq. Nizamlı çalışmağınız sizə ən mürəkkəb mövzuları belə mənimsəməyə kömək edəcək. Diplom və ya sertifikat almaq üçün may ayı ən düşərli vaxtdır. Sağlamlıqda sümüklərinizə, dişlərinizə və dizlərinizə xüsusi qayğı göstərməli. Kalsium qəbulunu artırmalısınız. Soyuq dəyməyə qarşı həssas ola bilərsiniz. Ona görə də hava şəraitinə uyğun geyinməyiniz önəmlidir. Yuxu rejimini qorumaq bədəninizin bərpa olunması üçün vacibdir. Ayın məsləhəti: çox çalışmaq yaxşıdır, amma bəzən sadəcə dayanıb əldə etdiklərinizlə fəxr etməyə vaxt ayırın. Dolça: ailədə qeyri-adi bir hadisə və ya gözlənilməz qonaqlar evin enerjisini tamamilə yeniləyəcək. Dostlarınızın ailəniz kimi olduğu bir mühitdə keçirəcəyiniz vaxt sizə mənəvi güc verəcək. Evinizdə texnoloji yeniliklər etmək hər kəsin həyatını asanlaşdıracaq. Sevgidə azadlıq duyğusunun ön planda olduğu, lakin qarşılıqlı hörmətin qorunduğu bir dövrdür. Partnyorunuzun sizin fərqli fikirlərinizə anlayışla yanaşması münasibəti canlandıracaq. Tənha dolçalar üçün sosial şəbəkələrdə və ya bir dərnəkdə maraqlı tanışlıq başlaya bilər. İşdə innovativ ideallarınız sayəsində kollektivdə beyin mərkəzi rolunu oynayacaqsınız. Komanda işində hamını ruhlandırmaq və fərqli baxış bucağı gətirməklə fərqlənəcəksiniz. Gələcəyin layihələri üzərində işləmək üçün may ayı ən yaradıcı dövrdür. Maddiyyatda gözlənilməz bir yerdən gələn pul axını və ya bir layihədən əldə olunan onlayn qazanc sizi sevindirəcək. Yeni texnologiyalara və ya gadjetlərə pul xərcləsəniz də bu sizin işinizə müsbət təsir edəcək. Maddi olaraq kimsəyə bağlı olmadan müstəqil hərəkət etmək şansınız artacaq. Təhsildə astronomiya, texnika və sosiologiya sahəsində olanlar üçün misilsiz kəşflər gözlənilir. Öyrəndiyiniz hər bir məlumatı cəmiyyətin xeyrinə necə istifadə edəcəyinizi düşünəcəksiniz. Sağlamlıqda qan dövranına və ayaq biləklərinə diqqət yetirməyiniz lazımdır. Gərgin iş günlərindən sonra ayaqlarınızı istirahət etdirmək üçün duzlu su vannaları edin. Psixi sağlamlığınızı qorumaq üçün informasiya kirliliyindən uzaq durmağınız məsləhətdir. Ayın məsləhəti: fərqli olmaqdan qorxmayın. Dünya sizin orijinallığınıza möhtacdır. Balıqlar: ailədə mənəvi bağların və empatiyanın ən yüksək həddə olduğu bir həftədir. Sevdiklərinizin daxili dünyasını anlamaq və onlara dəstək olmaq evinizdə hüzur yaradacaq. Ailə üzvləri ilə birlikdə mənəvi və ya xeyriyyə xarakterli işlərlə məşğul ola bilərsiniz. Sevgidə xəyallarınızın reallığa çevrildiyi romantik bir ay sizi gözləyir. Partnyorunuzla birlikdə dəniz kənarında
və ya sakit bir yerdə keçirəcəyiniz vaxt ruhunuzu yeniləyəcək. Subay balıqları üçün çox həssas və səmimi bir eşq macərasının başlanğıcı ola bilər. İşdə intuisiyanız sizi ən doğru qərarlara aparacaq. Kiminlə əməkdaşlıq etməli olduğunuzu dərhal duyacaqsınız. Yaradıcılıq tələb edən sahələrdə olanlar üçün may ayı şah əsər yaratmaq dövrüdür. İş yerindəki gərginlikləri səmimiyyətinizlə həll edəcəksiniz. Maddiyyatda xəyal gücünüzdən gələn gəlirlər bəlkə də bir hobbinin qazanca çevrilməsi sizi sevindirəcək. Pul məsələlərində çox narahat olmasanız da, ulduzlar sizə bolluq vəd edir. Hədiyyələr və ya maddi yardımlar sayəsində büdcənizdə gözə çarpan artım olacaq. Təhsildə psixologiya, incəsənət və ya dinşünaslıq sahəsində oxuyanlar üçün çox dərin biliklər əldə olunacaq. İmtahanlarda və təqdimatlarda daxili səmimiyyətiniz müəllimlərin ürəyinə yol tapacaq. Öyrəndiyiniz hər məlumat ruhunuzun inkişafına xidmət edəcək. Sağlamlıqda ayaqlarınıza və immunitetinizə xüsusi qayğı göstərməlisiniz. Meditasiya və sakitləşdirici musiqilər sinir sisteminizi bərpa edəcək. Yuxu öncəsi ekrandan uzaq durmaq və kitab oxumaq yuxu keyfiyyətinizi artıracaq. Ayın məsləhəti: axınla getməyin. Bəzən öz daxili axınını yaratmaq ən doğrusudur. May ayının proqnozu belə idi. Ümid edirəm ki, ulduzların mesajı sizə doğru yol göstərəcək. Videonu bəyəndinizsə, like etməyi və hələ də abunə olmamısınızsa, mənə dəstək üçün kanalımıza qoşulmağı unutmayın. Gələn videolarda görüşənədək ulduzunuz həmişə parlasın.